Salam mənim kanalımın seyirciləri. Beyin müqayisə metodu ilə işləyən bir qurğudur. Uşaq vaxtı bizə həyata inamımız qırılmasın deyə, ümidli olaq deyə soruşanda ki, insan nə qədər yaşayır həyata, deyir ki, 100 il. Məktəbdə də müəllimdən soruşanda insan nə qədər yaşayır, 100 il. Həqiqətdə isə bu belə deyil. Ancaq bu səhv parametr, yanlış məlumat bizim beynimizin vaxt adlanan, zaman adlanan anlayışı intervallara bölməli olur. Yəni mən 5 il, 10 il yaşayıb nə görmüşdüm ki, məktəb vaxtı? Məktəbə gedib A, B, əlifba öyrənmişdim. Meyvə oğurluğuna gedmişdim. Küçədə 7-3 oynamışdım və elə təsəvvür edirdim ki, 90 il var hələ qabaqda və beynimdəki o müqayisə ilə böləndə ki, 10 ilə 5 ilə bunu yaşamışam, hələ 90 ildə bu qədər hadisələr olacaq. Vaxt mənə uzun gəlirdi. İndi mən 45 il yaşamışam. Yerdə qalan ömrümü hətta 100 illik limitlə də yoxlasam, əvvəl böyük bir tortum var idi. Tortun balaca bir hissəsini yemişdim. Yerdə böyük hissə nə qədər günlərə, aylara böləndə vaxt olaraq mənə çox görünürdü. İndi tortun yarısı gedib, bəlkə hamısı gedib, bəlkə 3/4 gedib. Yerdə qalan hissəni günlərə, saatlara böləndə, baxmayaraq ki, saat fərqli deyil, 24 saatdır, saniyə fərqli deyil dəqiqədə, abstrakt olaraq beynində təsəvvür elədiyin yerdə qalan tort payı balacalaşıb və onu sən günlərə daha çox yaşamaq istəyirsən, daha çox görmək istəyirsən, daha çox məlumat toplamaq istəyirsən, ona görə vaxt çatışmamazlığı yaranır. Və əgərləri intellektin biraz yüksəkdirsə də, yəni ki, məsələn, daha dolğun, HD, sənin şuurun HD formada qəbul edirsə ətrafı, bir var axqara formada, sən əlbəttə vaxtın yetərincə olacaq. Sən hansız 2/2 yemək, içməyə taqqıllaşmaq, yox, əgər sənin şuurunun inikası, güzgü əksi daha böyükdürsə, sən ayın çıxmağından, meteorit axmağından, bugün hava proqnozundan, yarpaq niyə görə ağac başından töküldü, ətəyindən töküldü, hər şeyə fikir verirsənsə, intellektin yüksəkdirsə, səndə zaman çatışmayacaq. Vaxt sən hər gün zamanın qıtlığından şikayət edəcəksən ki, vaxt çatmadı. Həm pul qazanmağa, həm uşağa, vaxt ayırmağa, hobbi ilə məşğul olmağa filan eləməyə. Digər tərəfdən də əgər müəyyən qədər də yaşamısansa, ömrün 30 ilin, 40 ilin, bu yandan da müqayisə aparatın, beynin sənə yada salır ki, ala qəbirstanlığa getdim, gördüm hamısı 50, 53 yaş, 55 yaş, yerdə bir şey qalmadı ya, daha az vaxt qalıb, müddət qalıb, belə zaman daha da sürətli gedəcək.